Mr. Said, thank you very much for your participation in our program. It was delighted for us to have you in our program. Zövqdür sizi proqramımızda görmək. Thank you very much, brother. Thank you. Qardaşım, mən sizə təşəkkür edirəm. Thank you. Of course, with permission, Musa Təbii müəllim, ki, I would like to Musa start bəy with müəllimin you, icazəsilə our program. sizinlə başlamaq istəyirəm proqramımıza. It will be interesting to get your opinion Maraqlı about olardı. the historical day for Azerbaijan. Siz Azərbaycanın tarixi günü ilə bağlı nə düşünürsünüz? Bilirsiniz ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini Qarabağ regionunda, bütün Qarabağ regionunda bərpa etdi. And it will be interesting to get your opinion about this historical Bu event historik, and tarixi hadisə ilə bağlı sizin fikrinizi öyrənmək çox gözəl olardı. Qardaş Pakistan xalqı bu mühüm məlumatı qardaş Azərbaycan xalqındakı bu məlumatı necə aldı? Təşəkkür edirəm qardaşım. Biz çox yaxından izləyirdik Pakistan'da. Pakistan'la Pakistan xalqı çox yaxından bu vəziyyətlə maraqlanırdı. Siz onu demək istəyirəm. Çünki iki tərəfli əməkdaşlığımız mövcuddur və bizim bu iki tərəfli əməkdaşlığımızın böyük tarixi vardır. Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanımış ikinci dövlətdir. Və ikincisi Azərbaycanın Ermənistanla da heç bir diplomatik əlaqələri mövcud deyilir və Azərbaycanın zəfəri, xüsusən Qarabağdakı Azərbaycanın zəfəri Pakistan tərəfindən çox gözəl qarşılandı və Azərbaycan, Azərbaycanlının suverenliyinə və ərazi bütövlüyünə hər zaman dəstək vermişdir və bu ərazinin Azərbaycan Respublikasının hissəsi kimi hesab edir və Azərbaycanın bildiyiniz kimi BMT-nin və ATƏT-in sənədlərini dəstəkləyirik və ümid edirik ki, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü digər tərəfdən də qəbul ediləcəyini ümid edirik və beləcə regiona davamlı sülh bərqərar olacaqdır. Biz Çin-Çinə Azərbaycan xalqı ilə birlikdəyik. Bu həm müdafiə sahəsində və digər sahələrdə də belə bir əlaqələr mövcuddur. Okay, we'll continue with you. Təşəkkür edirəm sizinlə. Vaxtınız varsa, gözləməyə vaxtınız varsa, sizinlə davam etmək istərdik. Bir neçə dəqiqədən sonra yenidən sizə dönəcəyəm. Coşqun bəy bağlantıdadır bizlə. Ermənistan Cənubi Qafqaz regionunda stabillik və sülhdə maraqlı deyil. Onlar burada yeni problemlər yaratmağa çalışırlar ki, bunu da xarici qüvvələri cəlb etməklə istəyirlər. Bunun haqqında nə demək istəyirdiniz, dostum? Qardaşım, siz dəqiq şəkildə və haqlı olaraq bunu söylədiniz. Bu Pakistan xalqı üçün də maraqlıdır. Kontinentə, qitəyə, alt qitəyə baxsanız, Cənub Qafqazda Ermənistan və Azərbaycana baxsanız, bənzər problemləri vardır. Hindistanla Pakistan arasında, xüsusən də şimal hissəsindəki problemlərlə bağlı heç bir tarixi əlaqələr yoxdur. Hindistanla Ermənistan arasında tarixi bağlar, amma bu da Pakistan üçün böyük narahatlıq doğuran bir məsələdir. Çünki Hindistan kimi ölkələr müxtəlif tipli silahları Ermənistan kimi ölkələr göndərib, onları bu silahlarla təchiz edirlər. Bilirsiniz, mənim fikrim ondan ibarətdir ki, Hindistan Cənub-Şərqi Asiyada güclü bir ölkədir. Ermənistan da Cənub Qafqazda bir ölkədir. Kəşmir regionunda Hindistan real olaraq hardasa 70 ildən çoxdur ki, bu ərazini işğal altında saxlayır. Onların BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri vardır. Çünki Kəşmir və deyirlər ki, biz parçalanmaq istəmirik Pakistanla Hindistan arasında.
state of Pakistan, you know. Lakin təəssüflər olsun ki, Hindistan əlindən gələni etməyə çalışır və bu regionun qeyri-qanuni işğalını davam etdirməyə çalışır. Yes, but here for us, for example, for journalists, it is Və bizim için də təbii ki və açıq şəkildə mövqeyimizi göndərmişik. Və eyni şey də bənzərini Ermənistan həyata keçirməkdədir. Qeyri-qanuni şəkildə əraziləri işğal altında saxlayır və Azərbaycanın böyük bir hissəsini qeyri-qanuni şəkildə işğal etmiş. Bu Pakistan kimi ölkələrin narahat edən məsələlərdən biridir və mənim fikrimcə nə Hindistan, nə də Ermənistan başa düşməlidirlər bunu ki, problem nədən ibarətdir. Yoxsa da bu regionda, çünki mənim fikrimcə, mən beynəlxalq əlaqələr üzrə mütəxəssisəm, çünki sülhə nail olmaq, stabilliyə nail olmaq lazımdır. Bu şərtdir. Çünki bu Qarabağ regionu Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycanın ayrılmaz hissəsidir. Bunu başa düşməlidirlər. Yes. So, thank you very much, Mr. Təşəkkür edirəm, cənab Səid. Unfortunately, Təəssüflər olsun ki, çox az vaxtımız var. Çox sualım vardı sizə ünvanlayacaq. İnşallah başqa bir zamanda o sualları sizə verərəm. Təşəkkür edirəm.